Herkese salam. Bugün 11-cisi keçirilən Beynəlxalq Kitab sərgisində mən də oldum. Əvvəlki illərə nisbətən daha çox muxtara kitablar axtarışında olsam da, bu il özümü inkişaf etdirici, maarifləndirici kitablar axtarışında idim və özümə bir neçə bəyəndiyim kitablardan hədiyyə etdim. Həmçinin Türk kitab nəşriyyatlarından da kitab hədiyyələrimiz oldu. Təbii ki, muxtara kitab almasam olmazdı. Qələm nəşriyyatında muxtar üçün də nağıl kitablar əldə etdim. Həm də uşaqlar üçün tapşırıqlar, testlər. Çox gözəl endirimdə idi o kitablarda. Onlardan da əldə etdim. Diqqətimi çəkən bu ilki sərgidə uşaqlar üçün daha çox master-klass tərkibli stendlərin çox olması idi. Təəssüflər olsun ki, mən bu il muxtarla getməmişdim. Çünki hər il muxtarla gedirdim və biraz mənim üçün kitab seçimi etmək çətin olurdu. Onun üçün də bu il belə dəyərləndirdim.